Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsində 8 noyabr Zəfər günü ilə bağlı tədbir keçirilib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün sahələrdə, xüsusilə ordu quruculuğu istiqamətində həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasət, ordumuzun rəşadəti, xalqımızın birliyi 44 günlük vətən müharibəsində tarixi zəfərin qazanılmasına şərait yaratdı. Vurğulanıb ki, torpaqlarımızın müdafiəsi zamanı canından keçən şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlıqları hər zaman xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillər üçün nümunə olacaq. Braziliya Federativ Respublikasının Manaus şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyası arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında saziş imzalanıb. Hökumətlərarası sazişi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Gömrük Xidməti General-Leytenantı Şahin Bağırov və Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiana Coelho imzalayıblar. Dövlət Gömrük Komitəsinin sədri, Gömrük Xidməti General-Leytenantı Şahin Bağırov, Quba rayon Heydər Əliyev mərkəzində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edib. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin müraciətləri dinlənilib. Şərqi Zəngəzur və Balakən gömrük idarələrində xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib. Görüşlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, rəsmiləşdirilmə və sərhəd keçmə proseslərinin sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi ilə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin arasındakı münasibətlərdən məmnunluqla bəhs edilib, qabaqcıl təcrübələrin öyrənilərək paylaşılması, əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Gəncə və Tovuz gömrük idarələrinin əməkdaşlarına gömrük nəzarəti üsulları və vasitələri tətbiq olunmaqla gömrük baxışının və yoxlanılmasının həyata keçirilməsi qaydaları mövzusunda təlim keçirilir. Təlimdə gömrük yoxlaması və onun nəticələrindən dair qeydiyyatın aparılması ilə bağlı reallaşdırılan təkmilləşdirmələr barəsində məlumat verilir. Mümkün yoxlama ssenariləri üzrə praktiki nümunələr təqdim edilib. Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində gömrük sərhəd buraxılış məntəqələrində baytarlıq, fitosanitar və sanitariya nəzarətinin həyata keçirilməsi mövzusunda təlim təşkil edilib. Gömrük orqanlarında fəaliyyət göstərən 100-ədək müfəttişin iştirak etdiyi təlim, biliklərin artırılması, risklərin düzgün qiymətləndirilməsi, mövcud normativ hüquqi aktlara əməl olunması bacarıqlarının inkişafı məqsədi ilə keçirilib. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İstanbul Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantanın içərisində bəyan olunmayan üstü şirniyyat ilə örtülmüş qutularda xüsusi üsulla gizlədilən 645 konvalifluoresal markalı dərman preparatı aşkar edilib. Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində üzərləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 295 ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 97 kiloqram 530 qram olan narkotik vasitə marixuana aşkar edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.